Xoş gördük əziz tamaşaçılar. Yeni il ərəfəsində maraqlı müsahibələrimiz davam eləyir və bu gün də çox maraqlı bir qonağım var. Hamınız onu Lider kanalından bir ekstrasens kimi çox yaxşı tanıyırsınız və bu gün də yeni il qabağı qonağım məşhur ekstrasens Tamila xanım Salamovadır. Tamila xanım, xoş gördük. Mən istəyirəm ki, giriş eləyim nə ilə? Bilirəm ki, səhhətinizdə problemlər yaranmışdı. Və bugün şükür Allaha ki, bugün ayaq üstəsiz. Yəni şükür. Yaş var da xanım. Yaş var, maşallah, maşallah. Tamila xanım, nə ilə bağlıdır? Bir balaca məlumat verərdiniz. Yəni üstündən keçmək. Xeyli vaxtdır görünmürsünüz. Yəni tamaşaçılara da maraqlıdır. Bəli. Yəni xəstəyəm də. Müalicə alırdınız. İndi müalicədir. Yəni şükür Allaha ki, vəziyyət necə gedir? Sağlıq versin həkimlərimizə. Yəni şükür Allaha, babatdaş. Məndə şəkər, yəni başqa şeylər də var. Tamila xanım, sizi tanıyanlarla bərabər eyni zamanda tanımayanlar da efirimizə qoşulacaq, baxacaqlar. Mən istəyirəm bir balaca söhbətimizə giriş eləməmişdən əvvəl Tamila xanımın uşaqlığına xitab eləyək. Harda böyüyüb, harda boya başa çatıb və bu ekstrasens, yəni ekstrasens demək ki, bir ekstrasens kimi tanınmağının təməli ailədən gəlibmi, yoxsa tamamilə, yəni biraz uşaqlıqdan bu yola gəlib kiçik bir məlumat verək. Uşaqlıqdan, yəni 130 gün ömrüm məktəbi qurtarmışam. Mən də o məktəbi qurtarmışam. Bəli, bəli. İçərişəhərdə böyümüşəm, anadan da boya başa çatmışam. Yəni, bilmirdim ki, məndə bu hiss var da. Sonra məktəbə gedəndə, əsasın məndə o hiss oyanırdı. Yəni, bilmirdim də, uşaqlar günü də gəldi, tamam başladı. Yəni ki, belə olub məndə. Sonra ailə qurandan sonra, məndə başqa şeylər mənə gəldi, yıxılırdım. Yəni, epilepsiya deyək buna. Epilepsiya deyək. Mən ilə qoxu gəlirdi mənə, o adamın qoxusuna baxıb danışıram. Qoxu ilə yəni baxıram, deyirsən gözümdən qan axıb, görürsən ki... O uşaqlıqda olurdu bunlar. Bəli, deyirsən yıxılıram, ilan kimi sündürəm, yəni ona görə ləğəbimi qoymuş da ilan tohuma. Ancaq indi ilanım yoxdur, icazə verilmir mənə. Yəni daha qocalmışam. Və böyüklərin reaksiyası uşaqlıqda necə oldu ki, yəni mən necə eləyim ki, bu uşaq niyə başqa uşaqlara bənzəmir, niyə nədilər sizi? Bir baxıcıya mı apardılar, yoxsa elə özünüz? Yox, mən heç ki baxıcıya, mənim ailəm baxıcıya inanmırdı. İnanmır. Allah ömrəsin, atamdır, anam idi, ailəm heç vaxt uzaq olub elə bir şeydə. Yəni mən o qoxu məni mənə həkim apardılar. Həkimdir ki, bunda heç hər yer sağlam olur, cavan vaxtım idi. Aslında mənim 30 yaşım vardı, indi 66-dır. Ay maşallah, maşallah. Yaxşı qalmışsınız. Yəni ki, beləncə olub. Həkimə apardılar və həkim dedi ki, bunda isə qeyri-adi bir hərəkətləri var, yəni qorxulu bir şey yox. Qoxu götürdüm də, qoxusunu gətirmiş, mən danışırım. O adamı, hapsi onlayn olsun, şəkili qoxulmamış, mən işə deyə bilmərəm. Mən Tamila xanımla bir müsahibəmdə olmuşdu, yəni biraz vaxt keçib. Onda da Tamila xanım xüsusi qeyd elədi ki, o qoxu ilə hiss eləyir. Hər bir insanın qoxusundan alır ki, bu insanın içində nələr var. Yəni suya baxıram, su da qoyuram qabağım ki, o ağırlıq mənə çökməsin. İnsanlar ağlayırlar. Yəni, mən həmişə deyə bilmərəm ki, mən baxıcı kimi insanlara mərdumazarlıq eləyim. Yəni, öz hissiyatımla həmişə bağrıma basmışam. Kim ağlayanda, onun üçün mən də ağlamışam. Onun üçün mən də valideynəm. Əlbəttə ki, ekstrasens olmaqla, bəli, olmaqla bərabər həm də bir nəslin nümayəndəsisiz, ən başlı. Yəni, mənim Nərdaranlıyam, əsli kökü Nərdaranlıdır. Orada ev eşiyi var, Tamila xanım? Yox. Heç nə yox. Bizim kökümüz oralıdır, anam gelir, yəni dəfn olub, bütün qolmaq. Ziyarət edirsiniz də, yox? Bəli, gedirəm, anamdır, yəni tanınmış, yəni müğənni Eyüp Yaqubovu, Azərbaycan xalqası, o mənə əmnəvəsidir. Qohumsuz. Maraqlı bir faktdır, maraqlı bir faktdır. Yəni ki, olan evində bayılda, anam ki, bayılda böyüyüblər. Münasibət var Eyüp bəylə? Yox. Münasibət yox? Yox, mən sizə qocalmışam, uşaq vaxtı olmuşum bir yerdə. Yəni, Eyüp'ü belə tanıyam, xalq arası kimi tanıyam. Yəni, bilirlər ki, onun xalasıdır, qohumlar, sonra tanıyır məni, yanında da olurlar. Da öz qohum əqrəbəmdir. Həm də ki, Nərdar ocağı, yəni mənim nənəm, anamın nənəsi. Anamın nənəsi ocaq olub. Nərdaran Hökümə xanımdır,
Leyla xanım. Kök var da, görürsüz, Bəli. kökdə ocaq var. Bəli. Bir də ki, anamın babası Həbib baba olub. Yəni Məşədi olmadı. Məşədi deyirlər, Həbib olmadı. O vaxtda o, yəni ilanlardan qorxmuyor. Yəni bu neçə dəfə mən informasiya vermişəm ki, mənim o Həbib babam qorxmuyor ilanlardan. İlanlarla oynayıb. Ona görə mənim adımı qoyub ilan olma. Yəni belənin üçün olub. Yəni bu nəslim oralıdır. Həm də o da nənəm o vaxtı uşaqları mən görməmişəm onu. Anam danışardı rəhmətli ki, yəni kim gələrdi ağzına yara düşəndə, nə bilim ki, olanda boğaz basma deyirlər. O təmizliyir, yəni ocağı olur. Deməli, mən ocağım. Kökdə ocaq var. Tamila xanım, bu ilanlarla bağlı deyirsiniz, ilanlarla bugün münasibət artıq yoxdur. Yox, yəni mən ilana baxıb da, adam bilirdi ki, mən ilanla baxıb da informasiya, xeyr, o il mənə Allah verir. Məndə Allahdan gəlir mənə o il qoxur, baxıcılığım. Yəni ilanlardan qorxmurdum. Yəni İlanlarla bir təmas var. Bəli. İndi də bu dəqiqə, indi də ola bilər o. İcazə vermirlər mənə, həkimlər də. Yox, yəni tutalım bir bağa getdiniz, bir ilan gördünüz, onunla təmas qura bilər. Qorxu yoxdur. Yox, yəni Dizi kanalında var, çıxmışam o da. Bilirəm, orada var. Birinci yerə çıxandan sonra çağırdı mənə ki, şeydə idi, hansı xəstəxanada idim. Təcil yardım altına maşın girmiş, ilan girmiş, mən getdim onu çıxartdım, yəni qorxmuram. Elə faktlar var və o arxivdə də durur. Bu gün, yəni mən bu məsələyə yəni toxunmasam olmaz. Bilirsiniz ki, inkişaf gedir, artıq yəni sosial şəbəkələrdə artıq hər şey görülür, hər şey var. Məndə əsas odur ki, xanım üzr-üzrə sözünü kəsəm. Məndə odur ki, məndə baxıllıq yoxdur. Yox, ora toxunmaq. Baxıcıdır. Ekstra həkimdir, müəllimdir. Bəli, hər sahədə artım var, sizin sahədə də artımlar çoxalır. Həqiqətən özünə görə. Aysel, hərənin özünə görə bir sambalı var, amma Tamila xanım illərin Tamila xanımıdır. Yəni mən də can qoymuşam, qocalmışam. Tamaşaçılar artıq bunu bilir ki, artıq kadrlarda var, arxivdə izləyə bilərlər, izləyənlər də var. Mən artıq bilməyənlər üçün bunu deyirəm. Yəni dediyim odur ki, artıq süni intellekt meydana gəlib və bunun vasitəsilə nə bilim artıq bu bir həyatımıza girib. Yəni Tamila xanım bu ekstrasenslərə necə deyim, ekstrasens sizin yəni sahəyə necə bunun təsiri ola bilərmi? Xeyr. Ola bilməz. Ona Allahdan gəlir, o qoxudur, ona baxmalıdır, cini varsa, cadusu varsa, ruh varsa, onu yəni Allah vergisi olur da, necə deyim? Bildim, başa düşdüm. Bu tam ruhla bağlıdır. Tamila xanım, ruhlar əbədidir. Yəni ruh var, cin var. Cadu var. Bəli. Yəni həyatımız davam etdikcə bunlar var, olub və olacaq da. Yəni Qurani-Kərimdə də belə yazılıb, qurban olum Qurana, Allahım. Birinci Allah, mən həmişə ya cadu çıxardanda, ya ruh çıxardanda birinci Allahımı çağırıram. Onun bütün izləyicilərim, burada öpürəm izləyicilərimi, hamısını mənə, yəni pis gözlə baxmırlar, mənə çox suyar, elə deyirlər. Elə bir xanımsınız. Mən də bağrımı basmağa, yəni belə bir bağa gəlir ki, olur vaxtı ki, gəlir verir, amma indi ondayla baxıram. Bağrıma bax, ana ağlayıb balası üçün, mən ondan qabaq ağlayacam. Məndə balalarım var, nəvələrim var. Bəli, ana hissi, ana duyğusu. Yəni, həyatımız davam etdikcə, nə qədər yəni, sivil bir həyatda yaşasaq da, bunlar da hökm sürür, bunlar da var. Və Tamila xanım, bir balaca istəyirəm bu cinlərlə əlaqəli söhbət edək. Yəni, cinləri mən görürəm. Cinlərin varlığı. Hər gün cinlərlə təmasdasınız. Müsahibədə bunu demişdiniz. Hal-hazırda da ətrafımızdadır. Bəli. Hani gəlmişəm, gəlirlər mənə. Bəlkə də çoxsu gülər, başqa şey deyə. Ancaq siz yəni onu görürsünüz. Mən onu görürəm. Amma bizlər onu görə bilmərik. Yox, heç vaxt. Baxıcıdır, yəni mən o qədər cinlərlə oynayanlar olub ki, cinlərlə olub. Tamila xanım, bir şey deyim, yəni indi tamaşaçılarımız da yəni məni başa düşər. İndi insanlıqda duyğularımız var. Mən məsəl üçün elə bil ki, bir müddət evdən gedəndə qapını bağlayıram, evdə heç kəs olmur da, tutalım. Bir həftə zat ev boş qalır. Və çox qəribədir ki, mən evə sonra gələndən sonra başqa bir yerdə tutalım qalıram. Ya anamgildə, ya bacımgildə. Məndə elə təəssürat oyanır ki, yəqin ki, tamaşaçılarda da bu hal olur. Məndə elə təəssürat oyanır ki, hətta bu haqda bir film də var. Bütün əşyalar hamısı mən gedəndən sonra
Yəni danışıram pis olaraq. Bəli, Yəni onlar hamısı hərəkətə keçir. Burada ruhlar və mən gələndə bunlar hamısı sakit durur. Məndə elə hiss var. Bəli. O qəribə yəni gözüm gecə qapı döyülür məndə. Mən informasiya verirəm, qapı döyülür, açıram. O zaman gecə bir su qoyuram, bir yemək qoyuram. Hətta elədir. İnciməsinlər də mənə. Yəni hamı bilir ki, mənim 11 dənə cinim var. Atları da var. Bəli. Atları istəməm demək. Yəni atları var. Yəni ki, çox istəyirəm də onları. Qoruyur da sizi onlar. Yox, Allah qoruyur məni. Amma onlar qorumur. Onlar biz ətraf... Onlar yanımda da. Onlar biz nə işə yarayırlar? Ətrafda nə işə, sizə nə işə yarayırlar? Deyə bilməzsin. Hə, onu deyəm. Bir də mən yuxularla bağlı danışmaq istəyirəm. Yəni, tamaşaçılarımıza çox maraqlıdır. Hər kəs yuxu görür, səhər o yuxunu başlayır gözləmək. O yuxuda da bir məna var, ya bu keçici bir hissdir. Olur, gedir, gəlir yuxu. Yəni, deyim ki, belənçinədir, yox, yuxu gəlir, gedir. Yəni, yuxunu görürsən, əgərsə düz çıxı yuxusu, yəni, yüksəliş görəndə dağ görür, yüksəliş olur. Ya biri deyir ki, dişim çıxdı, belə şeylər çox olur ki, ağlayır. Ümumiyyətlə, Tamila xanım yuxulara inanırmı? Özünüz yuxularla təması necə? Mən yuxu görmürəm, mən ancaq danışıram yuxuda, cinlərimlə. Aha, yatmaq məsələsi də yaxşı deyil sizdə? Yox, yata bilmirəm, yox. Ancaq yoxdur ki, həkim iynə dərman yazılacaq, hamısını canlanırsa, demir olan, yatırsınız. Bədənim, yəni, sakitləşir, bəli. Halbuki mən dərman içə bilmirəm, dərmandan uzaqam. Tamila xanım, bugün ən dəbdə olan, ən dəbdə deməzdim, ehtiyac olan sahələrdən biri də gənclərimiz arasında, yəqin valideynlər, mənim kimi analar hamısı bilir ki, psixoloqların fəaliyyətidir. Biz onlarla ünsiyyətdə oluruq. Buradan da bütün dost, tanış psixoloqların hamısını, ümumiyyətlə bütün psixoloqları salamlayırıq. Çox istəyirəm onları, çox tanıyıram. Çox istəyirəm onları, böyük hörmətim var. Yəni, o qədər insanlara, uşaqlara mən demişəm ki, gedin psixologiya, yəni mənlik deyil, cinlə bağlı. Elə ora gəlirdim ki, bugün psixologiya sahəsi çox inkişaf eləyib, psixoloqlarımızın sayı hesabı yoxdur və çox bugün necə deyirlər ki, yəni fiziki bədən xəstələnə bilir, gedirik həkimə, həkim dava dərman yazır birbaşa. Bu bədəni sağaldırıq. Bir də var insanın ruhu xəstələnir, iç xəstələnir. Biz necə çox əllərini yuvan. Sabunla bütün gün əllərini yuyur, köpük axır əlindən. O cin deyil. O cinlidir, o psixologiyadır. Onu göndərirəm psixologiyaya. Yəni, dediyim odur ki, psixoloqlardan ekstrasensləri ayıran cəhət nədir? Cəhət də yoxdur, yəni ki, yəni, sizin uyğun, sənət uyğun deyil, sənət deməyəm də, indi sahə uyğun sahədirmi? Baxır da, mən, yəni, adam var ki, gətirib uşağını... Mən cindayam, baxanım, bu açılır, yəni ekstrasens kimi deyək ki, ekstrasens, təqdim cinlərlə, yəni cindayam. Yox, bildim, axı siz həm də baxırsınız, tutalım bu uşaq, açığı deyək, bu uşaq günü-gündən saralır, günü-gündən vəziyyəti, ruhu pisdir. Gəldi, Tamila xanım görür ki, bu onluq deyil, göndərir onu psixoloqun yanına. Ya həkimə. Yəni, belə hallar çox olurmu? Olur. Olur da mənlik deyil. Birbaşa psixoloq həmin bu insanla işləyir. Qışqır evin içində. Mənə o qədər olub gələn içində. Yəni, onda mən ofisim olanda, gələndə yanıma vururdular məni. Yəni, uşaqda bilmir, cin bilib üçün. Dedim ki, mən azı incimirəm. Onun üçün cin var. Mən indiyəcən yerdə qalıb mənə cırmaqlayırlar, qışqırırlar, söyürlər. Yox, yəni, mən inciyən deyil. Elə şeylər inciyən deyil ki, yəni, bu Allah bir var ki, ağzına gələnsə o heç onu həyiz adamı qabıl eləməm. Bir də görüm ki, xəstədir, amma üzü istəmədir, bu xanım üzü istəmədir. Yəni, bunda cin var, narahatım. Bir aydan sonra, 15 gün sonra o qədər alqışlayırlar məni. Çox olur. Çox, bəli. Ümumiyyətlə, tamaşaçılarımıza da maraqlıdır. Tamila xanımın yanına ən çox hansı təbəqə gəlir? Gənclər mi gəlir, orta yaş təbəqə gəlir, yaşlılar gəlir? Eləsi var ki, analar çox gəlir. Analar. Yəni, bugün onların, o da evlatları ilə bağlıdır. Evlatlarına bağlı gəlir. Ümumiyyətlə, Tamila xanım,
bu gün cəmiyyətdə uşaq yetişdirmək, bax bu xaos görürsüz ki, sosial şəbəkələr barbar bağırır. Müəyyən insanlar var ki, yəni də hər cür insan tipi var da, deyək ki, layiq, nalayiq hərəkətlər edirlər, canlı yayımlar açırlar. Yəni belə bir cəmiyyətdə yox, belə bir cəmiyyətdə gənclərin yetişməsi, yəni belə bir cəmiyyətdə yəni onların ruhlarının xəstələnməməsi mümkün deyil. Yəni mümkün deyil. Cəmiyyət özü artıq yəni cəmiyyət də deməyək, yəni artıq o sosial şəbəkələrdə olan insanlar ki, mütəmadi ora girirlər. Söhbət cəmiyyətin bu qismindən gedir. Yəni bütün cəmiyyəti deməyək. Yəni bu insanlar xəstələnir və onlar gəlir şəfa tapır, ya psixoloqlara, ya ekstrasenslərə müraciət edirlər. Və Tamila xanımın da elə xəstələri var ki, məsəl üçün 90% bu xəstəyə qarant verir ki, gəldi, getdi, düzələcək. Və bunları da şəfa tapanlar da varmı? Çox. Və sonradan sizlə əlaqə saxlayanlar da var. Telefonla əlaqə saxlayırlar mənimlə, yəni onlaynla da. Tamila xanım, biraz da cadudan danışaq. Yəni bu da çox yayılmış bir faktdır. Çıxarmışam xanım. O qədər cadu indi daha yox indi. Ancaq yeni də deyə bilirəm. Yəni elə yoxdur ki, onlaynla danışıram. Yəni görürəm ki, cadusu varsa onlaynla girirəm. Yəni canlıya girib danışıram. Olmayanda deyəm ki, səndə cadu yoxdur, gözdür, belədir. Yəni ki, cadu çıxardın da mən ayxam. Birbaşa bu işlə məşğulsunuz. Yəni öz gözünün qabağında deyəm ki, git oradan cadu. Bir var ki, özüm gedim. İndi daha qocalmışam, gedə bilmirəm. Əslində ki, yeri oradadır, get çıxart yenə. O qədər alqışlayırlar ki, məni. Gedib çıxardıb onu neynəməlidir? Onu göndərir mənə, mən batil edirəm. Batil edirsiniz onu. Ümumiyyətlə bu yenə də bu cadu ilə bağlı yenə də danışaq. Çünki mən bilirəm ki, çoxlarının yaralı yeridir. Bu cadu olmuş insanların yəni psixologiyasına təsir eləyə bilirsiniz. Yəni cadudan əvvəl və cadudan sonra. Cadudan əvvəl, yəni necə olur o? Hal olmur, hey olmur, yemək yemir, arıqlayır, hal-bahal olur, danışa bilmir. Yəni onun adamları... Fiziki cəhətdən çox gür. Bəli, bəli. Bunu heç həkim də... Kökdən düşür. Bunu həkim də ayırd eləyə bilmir. Yox. Yox. Yəni cadu ilə bağlı mən cadu çıxardanam. Hamı da bilir ki, yəni mən cində cadu çıxardanam. Hamı bilir. Bəli. Tamila xanım, bu onlayn baxırsınız bu onlayn məsələsinə. Yəni artıq siz qəbul eləmirsiniz. Yox. Xəstələri qəbul eləmirsiniz. Yəni sizlə onlayn birbaşa münasibətə girirlər və bu münasibətdən sonra o xəstə ilə əlaqə saxlayırsınızmı? Yəni gəlməklə yox, o telefonla danışıram. Telefonla maraqlanırsınızmı? Bunun halı necə oldu? Bir də görsən çalım onu danışa bilməyəndə həmişə deyəcəm, incimir, mən xəstə adamım, danışa bilməyəndə, ünsiyyət qura bilməyəndə, birdən-birə şəkər də qalxır canımızın üstünə, heç kimə arzulamıram ki, xəstəyinlə bağlı əziyyət çəksinə, heç kimə. İstəyir qocası, istəyir cavanı, mən də onu arzulamışam ki, hamımızdan uzaq, ki Allah Taala mənə ölüm versin ki, yatım durmayım, ağlamı incimiyim, bir daha odur mənim arzum. Allah gecindən versin, Allah sizə şəfa versin. Əlbəttə ki, Tamila xanım hər şeydən öncə anadır. Mən sizi başa düşürəm. Ana olmaq özü artıq bir ölüncə bir məsuliyyətdir də. Yəni bu məsuliyyətdən qurtulmaq mümkün deyil. Bu da bir Kövrətdir ha mənim. Məndə rəqəm, mən Tomayam. Hamı, yəni Tamila Salamo ki, tanımırlar məni. Mən Toma xanım kimi deyirlər. Ana deyirlər, bacım deyirlər. Yəni elə ünsiyyət qururam ki, mənə anam, bacım deyirlər. Balam, yəni balam kimi, bacım, qardaşım kimi, yəni mənə o şey ağır gəlmir. Yəni Tamila Salamo yox, onu qəbul eləmirəm. Yəni rəqibim heç kim deyil. Yəni rəqib sevən deyil. Mən o yaşım deyil kimi oturum. Necə tanıyırlar ki, necə çıxmışam mən Lizi kanalında, mən də tanınmış kimiyəm. Və çox maraqlıdır ki, Tamila xanım bu günə qədər aktuallığını qoruyub saxlayır. İnsanlarda bir yəni bir necə deyim, artıq insanlarda bir güvən hissi yaradıb və insanlar istər-istəməz seçim qarşısında qalsalar əlbəttə ki, Tamila xanıma müraciət eləyərlər. Çünki həm də bir qadın kimi ümumiyyətlə Tamila xanım, qadın gözünə hörmət. Mən bir şey deyim ki, hansı sənətin sahibi olursansa ol, öncə sən qadınsan. Və insanlar anasan, qadınsan, anasan, ev xanımısan. Aysa ol. İnsanla ünsiyyətdə olanda artıq bu keyfiyyətləri hiss edəndən sonra istər-istəməz onun sənəti sənin gözündə, işi, peşəsi, sənəti sənin gözündə bir pillə ucalır. Düz deyirəmmi? İndi
Tamila xanım elə bir xanımdır ki, yəni doğrudan bu gəlişi gözəl sözlər deyil, aurası elədir ki, insan onunla söhbət eləmək istəyir. İnsan istəyir ki, bir xanımla, amma çox təəssüf ki, bu gün bu meyarlara yanaşmır. Hər sahədə bu meyara öndə getməlidir. Yəni xanımlığını qoruyarsa, müəyyən bir aurası olarsa, onunla söhbət də maraqlı olur. Amma çox təəssüf ki, bu gün bunları itib, hərə qabağına bir telefon qoyur, canlı yayım açır və deyir ki, mən məşhur ekstrasensəm. Kütləm də çoxdur. Amma onu da Allah ruhsunu versin. Hər kəsə Allah ruhsu verir. Yəni heç olma ola oturun baxın, o da yazırlar da. Rəy yazırlar. Rəy yazırlar. İnanırsan ki, daha da alqışlayıram onları ki, teki qalxsın. Yəni mən hələ ekstrasens deyiləm. Tamila xanım özünə özgüvəni var və o bugün heç kəslə rəqabət aparmır. Əksinə istəyir ki, bu gənclər... Mənə dua eləyirlər, yəni baxıcılar özləri mənə dua eləyirlər ki, Toma xanım yaxşı olasan. Yəni mən heç o fikrində deyirəm ki, vurum onları. Mənəm, o şeydən mən uzağam. Həm yaşıma uyğundur, özümü yüngül kimi aparıram. Həm də ki, o şey mənim qanımda yoxdur. Bizim qanımızda elə şey yoxdur. Mən bir şey deyim ki, Tamila xanım özgüvəni varsa, deməli elə bu özünün peşəsində də özünü göstərəcək. Tamila xanım, uşaqlıqdan bayaq danışdıq, giriş elədik ki, uşaqlığınızda belə o ocağınız olub, yəni tamaşaçılara bir də yəni xatırladım ki, bəli, o tanımayanlar da var. İndi bizi tanımayan təbəqə də izləyəcək. Bir bacı, bir qardaş olmuş. Allah eləsin, mənim qardaşım rəhmətə gedib. Allah rəhmət eləsin. İndi qardaşım bağlanır, yəni danışırıq da, münasibətimiz də var, qardaşım arvadı ilə də, yəni mehribanıq, şükür Allaha, əlhəmdülillah. Yəni demək istəyirəm ki, yəni bunun bir təməli olub da, bir ocaq olub, yəni bu uzun bir yol keçib Tamila xanım. Bu gün yəni tanınmaq üçün yəni sosial şəbəkədən keçməyib, uzun bir yol keçib və bu da arxivdə var. Yəni mən Lidia kanalına çıxmamışdan qabaq baxıcıydım. Mənim qapımda o qədər insanlar. Bilirəm. Olub, çox olub. Yəni rayonlardan gəlirdilər. Rayonlardan çox olur. İndiyənə kimi də zəng gəlirəm, yəni onlayna baxıram mən. Aha. Onlayn baxmaqdan məmnunsunuz? Yəni bu sizə diskomfort yaratmır ki? Yox. Niyə ki? Şəkili mən qoxu ilə baxım, qoxusunu getirib deyirəm, informasiya verirəm. Sonra razıdır, şükür Allaha. Tamila xanım, mən belə başa düşdüm ki, tamaşaçılarımızda da maraqlı olsun ki, Tamila xanım onlayn yəni insanlarla təmasa girir, onlayn insanların dərdlərinə şərik olur. Tamila xanım, bir şey diqqətimi cəlb elədi, bu eynəyinizlə bağlı. Elə bil eynəyiniz indi dəyişib, keçən dəfə başqa eynəkdə idiniz. Bəli, indi gözümlə bağlı problem var, ona görə. Gözünüzdə problem var. Ona görə. Qardaş ki, baxıram ki, görürsən. Aydındır. Və nəhayət, bayaq da Tamila xanım kövrəldi bir qadın olaraq. Tamila xanım, hər şeyi bir kənara qoyuram. Eyni zamanda Tamila xanım bir anadır, bir qadındır. Və bugün sizin ailəniz, evladlarınız, nəvələr də var da, nəvələr var. Onların münasibəti necədir? Tamila xanımın, deyək, həm işinə, həm özünə, onlarla təmas necədir? Təmas, yandırlar da. Yalnızdadır. Bəs bu ekstrasensli ilə bağlı necədir sizə? Yəni onlar üçün narazı olur. Narazı olur. Mən baxmayanda mən incidirlər. Yəni həmişə ailədə, yəni ana tutalım ki, sənətlə məşğul olur, görürsüz evladları sevinir və yaxud hər cür var. Yəni sizin evladların, sizin ailənin münasibəti necədir? Sevinirlər? Sevinirlər. Sevinirlər. Mən çox istəyirəm. Sizi çox istəyirlər, amma işinizə hörmətlə yanaşırlar. Belə də, yox, hörmət deyə bilmərəm. Onlar istəmirlər ki, mən baxıcı adı. Mən uca qala bilmərəm. Tamila xanım artıq bu sahədə özünü təsdiqləyir. 30 yaşından ta 52 il. Artıq illərin Toma xanımsınız. Tomasıyam. Bəli, illərin Tomasıdır. Mən sizə şəfa diləyirəm. Çox sağ olun. Həmişə aramızda olasınız. Bu gələn yeni il uğurlar gətirsin. Aramızda olun. Başqa nə deyim? Çox sağ olun. Sağ olun. Təşəkkür edirəm. Öpürəm, bağrıma basıram. Əziz dostlar, bir daha xatırladıram ki, yeni il qabağı qonağım məşhur ekstrasens Tamila xanım Salamova idi.